Salam, kanalımıza ve yeni vlogumuza hoş geldiniz. İzləsiniz. İnşallah ki hər gününüz çox yaxşısınız. Bugün 6 oktyabrda birinci gündür və biz gedirik bağçaya. Bağçaya gedəndə elə hazırlaşıq, elə evdən çıxırıq ki, heç çəkmə yadımdan çıxır. Dava dalaşanca biz geyinirik, yeyirik, elə çıxırıq. İndi gedim İsmail'i qoyun bağçaya. Gəlim, sonra bugün nə yasab çəkəcəm. Gedək. Kim açıyorum səni? Yok. Gəl. De qapını özünü aç get. Gəl. De qapını aç. Get ki, Almaz müəllimədir. Almaz müəllimədir. Get müəlliməsə ayı qoşsun. Gəl. Ayı qoşacaq sənə. Gəl. Belə xanım gəldim evə, Amiri falan hazırladım. Özüm də yemək falan yedim. İndi gəldim. Buraları yığışdırdım. İndi bir dəfə toz soranlayayım buranı. Bu başlığı da Eltim'den almışıq. Eltim verdi. Çox sağ olsun. Öz almışdı, istifadə edilmədi. Sər-sərdə simtika vardı. İsmail hamısını töküb bütöv yerə. Birazını əlimdən yığdım. Qalanı qaldı. Belə buranı da qəşəng toz soranlayayım. Belə pis ustadım xanımlar. İndi gedim. Mətbəximizdə həmişə kimi köçür. Qaynanam yemək pişirdi. Günortaya. Onun üçün indi kartof falan soyup qoyub bura, indi bunları yığım buradan qabları yuyum. Belə xanıma qış sezonunda açıq elan elədik. Qaynanam bütün yorğanlarımızı da çıxartdı. Hamısının yorğanı burada da var hələ. Bu da ki qismət olmur, bunu kiməsə verək. İşlətdə bilmədik biz. Belə də bizə lazım deyil. Nasıl usta bu tərəflərdə kim qalsa ona lazımdırsa verək onunla. Amma belə ayağı falan biraz şeydir də. Bəzisi yaxşıdır. Amma bəzisi o biz bunun dəmirləri var. Onu basanda çartlayıb buraları. Kimə lazımdırsa Nasusdan, əgər mən Nasusdan izləyən çox adam var. Lazımdırsa gəlib götürə bilər. Bağçanın yanında qalırıq. 60 nömrəli bağçanın yanında. Getdim qoydum bura. Çox görəndə sürmür, xoşu gəlmir. Ona görə burada gizlədəcəyik indi. Rovnu bilmiş vanerinə getdi də, rovnu. Belə. Bağlandı qapısı da, qalsın burada. Burada da İsmail kuklaları falan var. Bu mənim kuklamdır. Uşaq vaxt bibim mənə ad günümü almışdı. Tullamaq istəyirəm, bibim qoymur. Bu da İsmail tülküsüdür belə. İndi gələn buralarda yığışdıraq, eləyək. Tarix. Böyle hamla qablarımı da yudum, çaydan da koydum üstüne. Özümə göyə bir çay döymüşdüm, soyuyub. Bir daha küçüyə başlamışam baxmağa belə hət. Belə də biraz yaxşı gedir. Özümə də çay süzmüşdüm. Soyuqdur, çaydan koydum üstüne. Qısın belə. Buraları da pis sosladım. Qəşəng qıcana buraları yığışdırım. Qabları halım yoxdur yerinə yığmağa. Birazdan yığarım. Biraz dincəliyim. İndi yoldaşımın da iş paltarını gedim yığım. İşə gedir. Belə qaynanam yorğanını gətdi qoydu otağa. Bir də axıcı qismət olub paltarları yerinə yığmaq. İndi paltarları yerinə yığım. Yoldaşımın paltarlarıdır. Gəzməyə getmişdi. Onun üçün bütün paltarları yığıb vermişdim ona ki, alınlar. Bir də bütün paltarları yığıb vermişdim ona. Onun üçün bu qədər paltarın hamısını çirədib qaytarmışdı. Böyle çox qalındı, bunu geyinmir. Arkadakı kitablarım, yoldaşımın paltarı ancaq budur. Görün o qədər azdır ki, mənim kitablarım belə arxasında var. Yani bir o gün xanım yazmışdı, ona deyim ki, yani yay koftasını, qış koftaları bu qədər almır. Ancaq məsələn cırılana kimi geyinəcək də, şalvar da, koftalar da. Neçə ildə heç cırılmır. O qədər səliqəlidir ki, bir şey də olmur koftalara. Onun üçün bunu da belə qoyaq. Belə, bu nədir? Belə. Burada hazır
Burada yine İsmail sərsər dağıtdı, tökdü paltarı, şalvarlarını. Şalvarlarını dağıtdı, çıxartdı buradan. Bir tane de bura əlcazlarını görün, burada nə var? Yine tökülüb dağılıb buralar. Şalvarıdır, bunlar şalvarıdır. İsmail'in əlindən hər şeyi bura atır. Buranı da belə yığışdırdım. Çünki burada İsmail'in görməməsi gereken şeyler var. Onları bura koyuram. Bir də mən makyaj şeylərim, müşteriyalar falan hamısı aralıqda olan İsmail götürür, dağıtır. Bir də belə bir kassam var. İsmail'e tutmuşdum. 3 dəfə bu kassanı pul atmışam İsmail'e ki, yığım 3-ündə də İsmail xəstələnib atıb pulu istifadə eləmişəm. Ona görə də istifadə eləmirəm, bilmirəm. Yəni mənə pul yığmaq düşmür. Bəziləri yazır, bəzi xanımlar ki, bəs şeydə pul yığ, özünüzə ev al. İnanın, alınmır. Mən pul yığan kimi nəsə olur, o pul xərclənir də. Ona görə bu qalıb. Bu da o vaxt mənim yoldaşım mebelini də işləyəndə özünə yığım kassa düzəltmişdi ki, pul yığacaq içinə. O da heç yığmayıb. Belə buralarda elə hazır. Geçik. Amir'in de paltarları hazır. Burada da İsmail'in paltarları hazır. Geçik. Buranı da bağlayaq. Belə yorğanı da üzünü belə saldı. Qaynanam sağ olsun kömək elədi. Bir dənə də yerinin üstün örtüm. İsmail'in də prasnasını falan dəyişdim. İndi bir dənə bunlar qaldı. Bunları da qatlayıb qoyacağım. Hava küləkdir, yuymayacağım bugün. Nə vaxt hava yaxşı olur, onda yuyarım. Amir alayım, qaçıram yanına. Amir durdu. Aşkım. Amir ancaq fen səsində yatır. Aslında yığışdırdım. Qaynım da rutanı yığışdırdı. Mən də pis sosladım. Belə. Mənim rutağım hazır. Bu da tripotum. Bu qaldı. Bu da Amir'in papasını silirəm yuyandan sonra. Bir də bunu qoyum bu tərəfə görsənməsin. Salam. Her şey tamam. Böyle hazırlaştım. Zibilimi de götürdüm. Gidelim İsmail getirmeye. Ne? Gel gel gidin Zeynep'i verey anasına gel. Tez elə. Zeynep'in anası Zeynep'i istəyir. Gel. 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 Gedək İsmail. Eve gedək. Gel gedək. Gel. Yine bizim yalvarmaq mərasimimiz başladı. Eve getmək üçün. Amma İsmail getmir. Gel gedək. Gel. Gel. Gel.
Belə, indi İsmailin paltarlarını dəyişdik. Koftası çırırdı, amma şalvarı təmizdir, qalsın sabah. Bir dəfə də geyindirərəm, sonra yuyaram. Təmizdir. Ayaqqabılarını da qoyaq. Hamıdan çox İsmailin ayaqqabısı var. Bir də maykasını dəyişiblər. Maykası yaşıymış, yəqin o qədər qaçıb ki. Bir də bunu yuyum, asım. Pijaması burada. Bunu da asaq burada. İnanırsınız, gücünə gətirdim. Məni öldürdü. Aldım qucağıma. Güc balı ilə gətirdim onu evə. Ev paltarı da aparaq ona. Necə indirək, şalvar indirək, bir dənə mayka indirək. Bir dənə də kofta. Bunlar qalın da orada nazik koftası var, onu indirək. Belə axırında başlayayım işimə. Saat 6'ya qalır. Oturdum, bir stəkan çay içdim. Maşında paltar yurdum. Onları sərim. Asım. Belə, buranı da yığışdırdım. Ben de buraya el gezdirim. Silim. Bu şkafı da buraya getirdik. Bilmiyorum bilirsiniz ya yok. Bu kaynanamın otağındaydı. Buraya getirdik. Böyle kartof, soğanı falan yapıp buraya geçer. Eleyenleri falan. Orada bankalar var. Ütünü falan buraya koyduk. Burada da gec-gec işlətdiyimiz qazanlarımızı koyduk. Burada şpilka qabımızı koyduk. Belə. Burada belə hazır şey. İndi qaldı bir daha paltarları sərmək. Biliyorsun onlar da sərim. Üstünü silim bir dənə. Bir də ütülənəcək. Bir dənə o paltarlarım qaldı. Uşaqların paltarlarını ütüləyəcəm. Belə başqa bilməm. Neynəsəm yenə çəkərəm. Gedim bu qabları yığım yerinə tez bazar. Onlar sularını çəkib artıq. O qabları yığım bir daha bu mətbəx təmiz olsun. Mətbəxim təmiz olana elə bilirəm ki, hər yer təmizdir. Tez bazar bu qabları yığım yerinə gəlirəm. Belə qabları yığım yerinə sağ olsun. Qaynanam da İsmail gecikdirdi. Günortaki yeməkdən də axşama yemək eləyir. O yeməyi eləsin, mən də görüm nə var, nə iş var. Bilən o paltarlar ütülənəsidir. Bu paltar ütülənməlidir. Gedim də hamamda yığışdırım. Hamamda bir iki paltar var. Onları yığım eləyim. Belə, hamam da təmiz. İşıq da söndürür. Da burada nəsə oynayır üzümüzün. Aytadın dəftərlərini yeni götürür. Gələndə Aytad İsmail'i bir fərə yiyəcək. Aytad da burada yatır. Belə. Özümü çox gözləməyim bir mənə öldürər. Belə. Qablar falan yığdıq. Yemək falan yedik, elədik. Qaynam su pişirmiş deyil. Dənsə göstərim. Belə toyuq supu pişirmişdik. Onu yoldaşıma saxladıq. Qalanda yığdıq soyuducuya. Hamı da yedi. İndi qaynanam gəlsin qabları yusun. Dedim sən yuyun, mən yığacam yerinə. Belə. Bu paltarımın da bəxti açılmadı ki, mən onları ütülüyüm. Qaldı sabaha 3 gündür. Artıq vlog çəkirəm. 3-cü gün olacaq sabah. İnşallah sabah ütüləyərəm. Çünki vaxtım qalmadı. Getdim İsmail'də yatsıtırdım. İsmail'də yatsıtırdım. Amir'də yatsıtırdım. Bir dənə 12 işləmiş Amirin yeməğini verəcəm. İsyon. Ondan da gedirəm, yıxılım, yatam. Bugün çox işlədik. Biraz vaxt. Hər günümüz belə keçirdi, inanırsınız. Çox adam məndən vlog istəyib. Onun üçün çəkib göstərməsin bir gün necə keçir. Hələ sizin görmədiyiniz arxada bir çox işlər də gördüm. Zalı 3 dəfə yığışdırdım. Çünki İsmail tökdü, dağıtdı, elədi. Onun üçün. Belə. Bir də qaynanam da məndən işləyir. Elə bilərsə onu çəkmirəm deyə. Elə bilərsə o işləmir evdə. Allah ən çox işi o görür. Məsələn, mən bir iş görəndə
Amirə o qaçır, suskasını qoyur. Çox çəkmirəm ev paltarında deyə. Onun üçün. Məni bura qədər izlədiyiniz hər birinizə təşəkkür edirəm. Bu da 3-cü gün vlogu idi. İnşallah vlogumu sevib bəyənərək izləyirsiniz. Bəyənmirsə bəyənməyi, yorum yazmağı, abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Hələlik.